Salam dostlar, bugün Mini Pacquiao'nun kiçik qantellərlə elədiyi məşq proqramını eləyəcəyik. Siz də baxıb təkrarlaya bilərsiniz. Deməli, başlayırıq düz zərbələrdən. Hər bir hərəkət 30 saniyə olacaq. On saniyə keçdi. Beş saniyə qaldı. Dəyişirik. İkinci hərəkət əlləri sinə səviyyəsində saxlayırıq. Yanları açırıq. On beş saniyə. Əlləri aşağıda saxlayırıq. Çiynə kimi qaldırırıq. Bu hərəkətdə 30 saniyə. Hər bir hərəkəti dediyim kimi 30 saniyə işləyirik. 15 saniyə keçdi. 10 saniyə qaldı. İndi yuxarı zərbələri atırıq. 30 saniyə yenə templə atmağa çalışırıq. On 15 saniyə. Dəyişirik. Qol arxası işləyirik qantellərlə. Bu şəkildə dirsəklər qalır yerində və yəqin ki, bunu fitnesə gedənlər işləyib böyük qantellərlə. Biz indi bunu balaca qantellərlə intensiv şəkildə işləyirik. 10 saniyə qalıb. Dəyişirik. İndi kürəyə işləyirik. Kürəyi düz saxlayırıq. Biraz korpus əyirik qabağa. Dizləri biraz bükürük. İndi dəyişirik. Düz saxlayırıq və qayçıvari formada qollarımızı hərəkət elətdiririk. 15 saniyə keçdi. Çox yanlara aparmırıq. Diqqət edirik. Qollarımızı çox yanlara aparmırıq. Bax, bu şəkildə. Yuxarı, aşağı, yuxarı, aşağı. İndi isə bu şəkildə yuxarı, aşağı hərəkət elətdiririk. Yenidən 30 saniyə. Beş saniyə qaldı. İndi 30 saniyə yandan zərbələr vururuq. Korpusu döndərərək çiyinləri boş saxlayırıq. Dirsəyi çiyin bərabər qaldırırıq. Baş bir yerə baxır. Başımızı döndərmirik. Çənə aşağıda. Zərbə ata nəfəsi buraxırıq. 5 saniyə qaldı. İndi qollarımızı qabaqda saxlayıb dairəvi şəkildə hərəkət elətdiririk.
15 saniye keçdi artıq. Vaxt o çox tez keçir. Amma hərəkət eləyəndə yox. 5 saniyə qaldı. Yanda saxlayırıq əlləri və əksinə hərəkət elətdiririk qolları. Əksinə arxaya doğru dairəvi şəkildə. 10 saniyə keçib artıq. Gördüyünüz kimi vaxt çox sürətli keçir. 15 saniyə. 10 saniyə. 5 saniyə. Sonda isə altdan zərbələr ataraq çiyinləri boşaldırıq. 20 saniyə qaldı. 10 saniyə. 5 saniyə. Dincəlirik. Belə dostlar, bu məşq proqramını eləyin. Sizdə çox möhtəşəm məşq proqramıdır. Bəlkə qıraqdan asan görünə bilər. Təzə başlayanlar yarım və ya 1 kiloluq qantel götürsünlər. Artıq müəyyən səviyyə idman bazası olan insanlar isə 1,5-2 kiloqramlıq qantellər götürə bilərlər. Çox ağır qantel götürmək məsləhət deyil. Çünki dediyim kimi qıraqdan, kənardan asan görsənsə də yorucu hərəkətlərdir. Eləyin, güclü olun, sağlam olun.